Salam dostlar, hamınızı xoş gördük. Bu videodan artıq dərslərə giriş edirik, amma nədir, nə deyildir demədən əvvəl kurs haqqında biraz məlumat verim. ESEXA yeni dövrün tələblərinə uyğun olaraq dəyişməkdə davam edir. Əsasən də bu bir neçə il ərzində ciddi irəliləyişlər olub. Bu səbəbdən də interfeys, eləcə də resurs tələbləri dəyişir. Sadəcə vCenter belə yanlış xatırlamıramsa minimum 12-14 GB RAM tələb edir. Kompüterinizdə o qədər RAM yoxdursa da narahat olmayın. Yeri və zamanı gəldikdə bu haqda ətraflı söhbətlərimiz olacaq. Bu kursda virtuallaşdırmaya sıfırdan başlayıb irəli səviyyə biliklər əldə edəcəyik. Lazımsız məlumatları da mümkün qədər ixtisar edib, bəzi yarana biləcək problemlər haqqında da mövzularımız olacaq. Kursumuz IT və minimal şəbəkə biliyi olan hər kəs üçün uyğundur. Bütün mövzular sizinlə bir yerdə praktik şəkildə həyata keçiriləcək. İndi isə ESXi haqqında qısa bir məlumat verək. VMware ESXi nədir? ESXi bir bare metal hypervisordur. Yəni birbaşa fiziki serverə quraşdırılır və üzərində virtual maşınları idarə edirik. Microsoft Hyper-V, KVM kimi digər hypervisorlarla müqayisədə daha stabil və enterprise səviyyəli həllər üçün nəzərdə tutulub. Əsasən data mərkəzlərində, orta və böyük şirkətlərdə, hosting providerlərində geniş istifadə olunur. ESXi virtualizasiya istifadə etməyin əsas üstünlükləri də odur ki, resursları effektiv istifadə edə bilirik və xərci böyük ölçüdə qənaət edirik. Burada sadəcə serverlərin sayının azalmasını yox, enerji və soyutma xərclərinin azalmasını da nəzərdə tuturuq. Sonra yüksək performans və etibarlılıq, yəni stabil və sürətli işləməyə imkan yaradır. Mərkəzləşdirilmiş idarə etmə sisteminə sahib olması, canlı şəkildə virtual maşınları miqrasiya etmək üçün istifadə etdiyimiz Live Migration, təhlükəsizlik və izolyasiya, eləcə də backup və disaster recovery, ADRS kimi sistemlərə sahib olması və s. Bütün bunlar VMware ESXi-nin istər qlobal bazarda, istərsə də bizim ölkəmizdə geniş yayılmasına səbəb olub. Hal-hazırda bir çox şirkətlər də VMware ESXi istifadə edir. Daha çox nəzəriyyəyə yemək istəmirəm, məncə bu qədər bəs edir. Növbəti dərslərdə topologiyamızı incələyib ESXi-yə giriş edəcəyik. İzlədiyiniz üçün çox sağ olun. Bir sonraki videoda görüşənədək.